Abad məhəllə layihəsi paytaxt Bakıdan sonra regionlarda da uğurla icra olunur. Vətəndaş məmnunluğuna xidmət edən belə layihələrdən biri Oğuz şəhərində icra edilir. Çox mənzilli binaların həyətlərinin yenidən bərpası və abadlaşdırılması istiqamətində işlər həyata keçirilir. İlin əvvəlindən şəhər ərazisində 2 məhəllənin abadlaşdırılması istiqamətində layihənin icrasına başlanılıb və proses davam etdirilir. İndi Heydər Əliyev prospektində, eləcə də İntizam Rəhimov küçəsindəki çox mənzilli binaların sakinləri özlərinin dediyi kimi abad günə çıxıblar. Mən 40 ildən çoxdur ki, bu məhəllədə yaşayıram. İndi burada bir gözəl istirahət köşkü tikilib. Mənim burada şəxsi kitabxanam var. O kitabxananın sağ olsun ki, rayon rəhbərliyi o kitabxananın fəaliyyət göstərmək üçün mənə şərait yaradıb, köməkli edib. Orada 2000 nüsxəyə qədər müxtəlif kitablar var. Ulu öndərimizin, Azərbaycan prezidentinin kitabları var, Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin kitabları var. Kəllə və Dimlə, Qabusnamə və s. Məhəlləmizin sakinləri, gənclər, uşaqlar, evdar qadınlar alıb oxuyur, istirahət edir, maariflənir. Məhəllə sakinləri deyir ki, havalar istiləşdikcə həyat bacada insanların sayı da artır. İndi axşamlar, hətta samavar çay belə dəmləyib bircə əyləşirlər. Oğuz şəhərində quruculuq abadlıq işləri sürətlə davam etdirilir. O cümlədən Heydər Əliyev küçəsindəki ictimai yaşayış binalarında, İntizam Rəhimov adına ictimai yaşayış binalarının həyətlərində abadlıq işləri görülmüşdür. 3 ay ərzində həmin ərazilərdə olan köhnə tikililər sökülmüş, həyətlərdə olan və yeni, müasir altı açıqlar yaradılmışdır. Oğuz şəhər üzrə nümayəndə onu da əlavə edib ki, il ərzində şəhər ərazisindəki əksər məhəllələrdə zəbt edilən ərazilər ilk növbədə təmizlənərək səliqə səhma yaradılacaq. Növbəti mərhələdə isə əsaslı təmir olunaraq göz oxşayan abad məhəllələrlə əvəz olunacaq.